Salam aleyküm Sayın Yunus Bey Şamili cənabları, xoş gəlmişsiniz. Selam bizdendir. Hoş bulduk. Çok sağ E, olun. Sağ olun, təşəkkür edirəm təşrif gətirdiniz. Bu günləri cənabınızla ikinci günümüzü başlayırıq. Bundan sonra da bir 4 gün olacaq. Yəni bu gündən sonra da 4 gün olacaq. Umarım ki 4 saatı mənə verəsiz hər gün. Ərz edeyim, mən gedirəm əsasnamə haqqında, məramnamə haqqında bir suallar soruşam. Əgər qısa buyursanız bu bölümü sürətlə keçərik. Çünki biraz da dünən danışmışıq bunları. Sizin təşkilatın yazılı əsasnaməsi var mıdır? Var, elbette vardı ve esasname yalnız Türkçe vardır ve o adını çektiğimiz internet sayfamızda var. Yani orada bir şey var, bir titri var, unvan var, teşkilat senedleri. Oraya gittiğinde herkes esasnamenin bak görebilir orada. Bəs ələnidir, yəni hamı onu görə bilər. Esasname elbette ki əllənidir. Gözəl. Əsasnaməniz türklərin və Güney Azərbaycanlıların oxumasına açıqdırmı? Yoxsa məsələn bir bölgəsəl onu görə bilir, ya hamı görə bilir? Yox, herkes onu görebilir. Yani. Tamam. Sizin təşkilat indiki aşamada demokratik bir təşkilat mıdır özü? Təşkilatın özü indi içində bir demokratik bir təşkilat. Bizim bakış açımızdan elbette ki yani bugün mevcut təşkilatlara baktığımızda en demokratik təşkilatı bazı kriterlere göre de ben diyebilirim ki Azerbaycan Demokrat Partisi en demokratik parti Azerbaycan, Güney Azerbaycan partileri arasında sayılabilir. Gözəl. Sizin təşkilat demokratik ölkə və dövlət qurmaya necə baxır? Bir de sual verin. Sizin təşkilat bir demokratik dövlət və ölkə qurmağa necə yanaşır ya baxır? Yani bizim təşkilat esasen bir demokratik devletin kurulmasına çaba gösterir ve yaratılma felsefesi de o demokratik devletin kurulmasıdır. Ama bizim təşkilatın məqsədi dediğim, dünən izah ettiğim kimin demokrasi fikrinde bizimki aşağıdan yukarıya demokrasiye inandığımız için bu demokrasinin gelişmesi İran siyasi değişimindeki İran rejiminin köçmesiyle imkan olacaktır. Bugünkü İran İslam Cumhuriyeti'nin köçmesiyle imkan olacaktır. Aşağıdan yukarıya demokrasinin gerçekleşmesi için elə ilk günlerden, ilk saatlerden yani siyasi böhran geldiğinde İran rejiminin hani mövqeyi titrəməkdə ve beyindən getmə olsa Azərbaycanda bir devletin kurulmasına birinci gündən məhəllələrin kontrol altına geçilməsi, əmniyyət sağlamaqdan ötürü, güvənliyi saxlamaqdan ötürü məhəllələr bir-birinə bağlamaqla şəhərin əmniyyətini, güvənliyi altına almaq və kəndlər, şəhərlər bu vasitə və kəndlərin bir-birinə bağlamaqla bir iyalətin, Azərbaycanın əlbəttə indi Ustam modelindədir, elə Ustam modelində də qalmalıdır. Yəni elə məsələ Ərdəbil Ustanı mərkəzi Ərdəbil kimi güvənmə sistemi orada qurulmalıdır. Çünki inanırıq ki Azərbaycan, gələcək Azərbaycan devletinin modeli de federal dövlət olmakla daha demokratik model olur. Yəni Güney Azərbaycanda kurduğumuz yerel devletin de modeli de federal devlet sistemi olmağı lazımdır. Yəni bugünkü ustanlar adlanırlar, Zəncandır bu, o Ərdəbildir, bu Qərbi, Ustan, Azərbaycanın Qərbi, Şərqidir, bu Həmədandır filan. Bunlar da o yarattığımız Azərbaycan devletinin fərqli bölümleri veya state'leri veya ustanları sayılacaktır. Ona göre emniyeti yani sistemde... Bir de siz yani indi burada mənə belə bir sual çıxır ki, yəni hər ustam özü bir federal olacaq, yoksa Azerbaycan bir federal olacaqdır, onun içinde ustam Azerbaycan olacaq. bir federal olacaq ve Azerbaycan özü de bir federal sistemiyle idare olacaktır diye düşünürük biz. Çünkü Tamam. Federal sistemde insanlar siyasetle yakından uğraşırlar. Yani bir sistemi federal kurmakta lazım değil ki çeşitli milletler orada olsun. Alman'da bir federal sistemi var. Ve orada yaşayan ekser cemiyet Almanlıdırlar. Ama bir federal sistem var. Bu ne demektir? Bu yani Almanın sisteminin daha demokratize olması ve halkın yakından siyasetle uğraşmasına imkan yaratmak için federal sistem kurulur. Amerika'da elədir. Yani orada
hani fərqli etniklərin sistemi deyil. Əlbəttə orada olmağı lazımdır. Amerikada indi bəhslər gedir ki, yəni çoxdan bəri bəhslər gedir ki, məsələ bu İspanyol bölümündə bir işlər görsünlər. Yəni o dillərin rəsmiyyətə tanınmağında filan da, amma hər halda yəni bir ölkədir, bir dillə, amma federal sistemdir. Yəni, əlbəttə Amerika dövlətində rəsmi dil yoxdur da, bunu bilirsiniz ki, rəsmi dil yoxdur. Hər halda, yəni bunun adı rəsmi dil, yəni şah zamanında İranın rəsmi dili yoxdur. Yəni məşrutiyyət anayasasında məşrutiyyət dil yoxdur, amma praksis olan dil farsça idi. Amerikada praksis olan dil ingiliscədir. Yəni o elə yəni əməldə yəni rəsmi dil odur. Mən məqsud bunu demək istəyirəm ki, yəni federal sistemi yalnız multi-etnik və ya kəsir millə məmləkətdə deyil olmalı lazımdır. Bəlkə elə yəni monoetnik bir devlətdə də Alman kimi və ya Azərbaycan biz arzu etdiyimiz kimi olmalıdır və bu vasitədə yəni xalqın yaxından siyasətə uğraşma, öz dərdlərini və problemləri ən yaxından siyasətlə ilişki qurma və onların çözümünə və həllinə çalışma cəhətindən federal sistemi Azərbaycanın o dövlətinin içində də bərqərar olmasını düşünürük biz. Yəni bugünkü şeylər var, ustanlar. Bunların bir-birinə dəymanə ehtiyacı yoxdur. Sistem idarə Azərbaycan içində elə o cürşü qala bilir və bir mərkəzi sistem, yəni Təbriz məsələ Azərbaycanın mərkəzi olaraq bu həyatına devam edə bilir. Yəni ustanlar qalır, yəni Təbriz Azərbaycan, Güney Azərbaycanın mərkəzi olur, amma o əyalətlər ustanlar kimi elə bir federal dövlətin əyalətləri kimi qalmalıdır. Doğru. Bizcə. Və sizin təşkilat... Bir də bunu artırım burada. Bir də bir şey artırım ki, yəni baxmayaraq ki bir xalqıq, amma bu xalqın içində də bəzən bölgəsəl rəqabətlər məsələsi vardır. Yəni bu federal sistemi Güney Azərbaycan dövlətinə düşünməyimizdə bölgəsəl rəqabətlərin qarşısını almaq, eyni halda xalqın özünü müstəqim yəni siyasətlə uğraşmağa təşviq etmək cəhətindən Azərbaycanın idarə sistemi federal olmasını düşünmüşük. Bir soru sonralarda soruşacağım, amma yeri gəldiği üçün burada soruşum. Orada soruşmarıq bəlkə yadımızda olsa. O da budur. Məsələn, indi bəzi şəhərlər arası, bölgələr arası bir rəqabət var. Mən səndən önəmliyəm, sən məndən önəmlisiniz. Məsələn, Ərdəbillə deyək ki, Təbriz arasında, Təbrizlə Urmuz, Zəncan, Qəzvin, Həmədan, bunların arasında bir rəqabət var. Hətta bunların içində məsələn Azərbaycan şərqində şəhərlərin arasında bir rəqabət var. Mənim çox imkanım olsun, mən çox iş yaradım, mənim çox millətim rifahda olsun. Siz buna deyirlər yerçilər, yəni nə deyirlər? Şəhrbazlıq, kətbazlıq, hər kəsin öz yeri, yerbazlıq. Bu yerbazlıqla siz nə dirsiniz? Yəni sizin bu liberal sistem bunu təyid edir, rədd edir siyasi sistem? Bu məna yerçilik, bu mənası ideolojik mənada yanlış bir düşüncədir. Yəni ki, güya mən o birislərdən önəmliyəm, amma yerlilər, məsələ deyək ki, Şərqi Azərbaycan, ya Ərdəbil, ya Zəncan öz bölgəsinin daha gəlişməsinə çalışması, orada insanların daha rifaha geçməsi, normal olaraq başqa bölgələrlə bir normativ rəqabət içində ola bilər. Adını çəkdim, normativ rəqabət. Yəni sarsıdıcı, yıxıcı rəqabət deyil bu. Normativ bir rəqabət içində ola bilər və vardır da, yəni dünyanın hər yerində var. Ona görə bu federal sistemi Azərbaycanın öz içində o rəqabətlərə bir cavabdır bir tərəfdən. Bir tərəfdən də həqiqətən xalqın yaxından siyasətlə uğraşmasına şərait yaradır. Yəni bir tirlə, bir oxla iki nişan vurulur. Həm o rəqabətlər məsələsinə, elə normativ rəqabətlərə bir cavab verilir sistem içindəki hər kəs öz bölgəsinin daha yaxşılaşmasına çalışsın Azərbaycanın içində. Eyni halda federal sistemdə insanlar yaxından siyasətlə uğraşdığında öz bölgəsini idarə etmədə və bu vasitə ilə daha çox effektiv və etkili formada təsir eləsin siyasət. Tamam. O federal bölümündəki gələn bölümdə fikirləşirəm. Orada bunu çox danışacağıq. İstiqlal bölümündən sonra əlbəttə bunu çox danışacağıq. Sizin təşkilat demokrasini və demokratik sistemi necə tərif edir? Və demokrasi əsasında xalqın qatılımı, bir xalqın qatılımı ilə bir hakimiyyətin qurulması mənasını verir. Yəni, burada o əsas söz var ya, xalqlar öz müqəddəratını təyin edəcəklər deyə.
xalqlar səs verməyə gedirlər, nümayəndələrin və ya təmsilcilərin seçirlər və təmsilcilərin vasitəsilə qanun yazılır və qanunu icarə etməyə bir yürütmə sistemi, yəni dövlət icraî sistem qurulur. Onun yanında bir ədalət qurulmaq üçün yargı sistemi yaranır. Yəni, daha dürüstləri, yəni Vizarəti Umur Qəzai. Yargı sistemi yaranır ki, nəzarət eləsin qanunun icrasına. Yəni, burada demokrasinin quruluşunda xalqın qatılımı, seçimi əsasdır. Yəni, xalq bu seçimlə öz iqtidarını istədiyi bölgədə qurmaqda və öz müqəddəratını təyin etmə haqqına malik olur orada. Amma orada bir şeylər var. Yəni, bir sistem qurulur, məclisi qurulur, məclisdə qanun yazılır. Yəni, iki qanun yazmadır ölkəyə. O məclisə gedənlər kimdirlər? Xalqın seçilənləri və təmsilciləri, nümayəndələridirlər. Sonra o məclis bir dövlət seçir. Yəni, bir başbaxan, ya nüfuz vəziri seçir. O, mövcud qanunlar əsasında məmləkəti idarə edir. O idarə sistemində bilirsiniz, fərqli baxanlıqlar, vizarətxanalar var. Biri teknolojiyə yetişir, biri eğitime yetişir, biri nəyə yetişir, fərqli vizarətxanalar. O vasitə ilə, o qanunlar çərçivəsində məmləkəti idarə eləməklə məşğul olur. Onun yanında bir qüvvə-i qəzai ya yargı vardır. Yəni ki, müstəqildir. Demokrasidə ən önəmli kurallardan birisi yargının bağımsız olmasının, yəni ən yüksək bağımsız bir yargının olması bir ölkədə orada demokrasinin ən güclü olmasını göstərir. Bu deyil demokrasi yalnız, bundan ötəri orada eşitlik söz konusu, ifadə azadlığı, mətbuat azadlığıdır. Bilirsiniz, mətbuatı ümumiyyətlə dünyada dördüncü, yəni güclü orqan tanırlar ki, yəni bir ölkədə ifadə azadlığı, mətbuat azadlığı olmursa o ölkədə demokrasi yoxdur deməkdir. Yəni ifadə azadlığı təmin olmalıdır o demokrasidə. Eyni halda eşitlik təmin olması lazımdır. Eşitlik deyəndə hər kəs, hər bir bireysel və ya bir vətəndaş qanun qarşısında bərabər olmağı lazımdır. Yəni, bunun indi filan məqamı var, ya filan qədri pulu vardır. Yəni, bu qanun qarşısında filan. Orada üçün əsas yargıdır, yəni dadgahlar. Əgərsə müstəqil dadgah sistemi varsa, orada hər kəs o qanunun qarşısında bərabər həqqə sahibdir və ya bərabər dəyərə sahibdir və o vasitə ilə demokrasi qurulur. Yəni, demokrasi bir tərəfdən bir siyasi sistemdir ki, orada insanların toplumsal cavablarına və adilanə bir toplumun yürüməsinə köməklik edir. Eyni halda o dəyərlər, azad yaşama, azad düşünmə, azad ifadə, haqlı, eşitliyə çalışma, ədalətli bir toplum bərqərar etmədə bir yaşam tərzinə çevrilir demokrasi. Yəni, o gün demokrasi deyəndə çox, yəni hər alanı ki, təsəvvür eləsəz, o eşitlik, bərabərlik, insan hüquqlarına yaygın halında və o sahədə görməliyik. Məsələ, demokrasini ailə içində dəyərləndirmə bilərik. Demokrasini bir şirkət içində baxa bilərik, bərqərar olur. Demokrasini, məsələ, hətta deyək ki, bir futbol takımında necə demokrasicə bu tim yönətilir deyə düşünmək olar. Yəni, toplumun hər sahəsinə yer və zəmin yaraldan bir yaşam tərzinə çevirməsi ne düşünə bilərik? Yunus bəy, məsələn, fikir eləyin ki, mən və cənabız iki dənə mütəzad bir düşüncəyə sahibik. Düşüncəmizi də istirik yetirək topluma. Ya indi bireysel ya bir təşkilat ünvanında istirik yetişik. Amma imkanımız yoxdur. Yəni pul və sərmayə, bilirsiniz, radio və televizyon ağır pul istir. Hətta ruznamə ağır pul istir. Yəni siz neçə min, məsələn 100 min dolarlara gərək vəsitə eləyə bilirsiniz, ruznamə çıxadasınız, eləyə bilirsiniz 10 min dana, 20 min dana ondan məsələn gündə ya həftədə yaya bilərsiniz ki, oradan səsizi getirəsiniz. Yoxsa azad demokrasi burada nə iş görəcək ki, biz bərabər eləyə bilək o adamların ki, mali imkanları yoxdur, demokrasidən pullular fəqət faydalanmasın.
Pulsuzlar da faydalanabilsin. Burada siz demokrasi dediğimizde hem düşünce bir terzi ve hem yani bizim necanlık formu ve aynı halda bir sistemi siyasi kimi ben izah ettim ama bu o demek değil ki demokrasi çok eybi nəqsisiz bir sistemdir. Oralarda da geldiğimizde demokrasi bazı sahelerde eleştirmeye imkan vardır. Elə adın çəkdiyiz orada yani bir ayrı seçicilik. Yani bazılarında biraz daha çok imkan, bazılarında az imkan olması özü bir sorun yaraldır bu meselede. Ama burada bir sosyal devletin yani eğer mesela siyasi pencereden baktığımızda sosyal devletin yaranması toplumun fərqli kəsimlərinə eşit imkanı yaratmada ciddi bir rolu var demokrasinin. O cəhətdən bir az yani bu fərqli kəsimlərin ədalətli bir yanaşmaya imkan yaradır ama aynı halda bu problem vardır. Mesela diğer ki eğer seçimlerde bir oyunbazlık olursa veya təqəllüb olursa yani onun sonuçları düzgün çıkmaz yani seçim olur. Mesela orada da bir yani sakınca vardır. Yani seçimler acaba adilane gelir mi getmir mi falan. Demokrasinin başka yönleri de var biraz problemli ama bakın bugün siyasi tarihin, uzun siyasi tarihin gelişmesine ve pişrəftinə baktığımızda bu siyasi yani demokrasi adına siyasi sistem en gelişmiş, en yatkın ve en elverişli sistem ki bugün praksise geçmiş, əmələ geçmiş, əməldə icra olmuş. Eyni haldaki o adını çəkdiyimiz nəqslər də vardır. Mesela deyək ki, bizim uğraşdığımız məsələ milli məsələdir. Mesela demokrasi məsələsi milli məsələ ilə uğraşmır mesela. İndi son zamanlarda yeni reformların çıkması demokrasileri milli məsələnin çözümünə yaxınlaşdırmışdır. Bəzi qətnamələr Birləşmiş Millətlərində geçirilmişdi ki, o reformlar bazı yani bu kəsirümilli ölkələrdə milli məsələnin çözümünə demokrasi sistemləri köməklik edir. Ama qabaqcadan yani demokraside yalnız yani klasik demokraside yalnız bireysellerin yani vətəndaşın səsi söz konusuydu. Ve vətəndaşın söz konusu olanda yani fərdi hüquqlara yalnız cevap verirdi. Cəmi hüquqlara cevap vermirdi. Halbuki etnik məsələsi, milli məsələlər bir toplumsal problemdir camiada. Yani bir toplumda iki fərqli xalq yaşırsa, yani bir etnik ya bir milli kimliği olarak o iki xalqın beraber hakkı necə təmin olur diye yani klasik demokraside ona cevap yoktur. Ama demokrasi geliştikçe ve yeni reformların ona varid olduğunca indi mesela bu cəmi hüquqlar daha qabarcıq formada bəzi qətnamələrdə meydana gəlir ki, o vasitə ilə hüquqi cəhətdən xalqların bərabər haqq qazanmasında demokratik bir sistemdə şərait yaranmaqdadır deyə düşünmək olar. Ama bir şey de demək istəyirəm ki, bu milli məsələləri dedim. Yani hüquq məsələsi bir tərəfə, ama hüququn tələb olması bir başka şeydir. Yani her zat kanunda varsa o icra olacak diye o da bir sorundu. Yani toplumsal hareketlerde sen bir siyasi ya içtimai talepte bulunmalısan, meydanda olmalısan. Mesela sivil toplum teşkilatları için demokrasinin en ağır yönleridirler. Mesela sendikalar, mesela kariceli ittihadiyeler eğerse düzelmeseler ve karşı taraftan talepte bulunmasalar filan fişar yani devlete sıkıntıya koymasalar ki bu mesele hallolsun belki o mesele hallolmuyor. Milli mesele bir multi etnik ölçede talep meydana koymaya, özünün huzurun gücün meydanda göstermeye ve bu talebi devletten istemeye mümkün de hallolmuyor. Yani bir hukuk var, bir de hukukun talep ve bir güç kimi hukukun talebini meydanda koymak için. Demokraside... Elbette bunun yanında hukuktan bir tane başka bir şey de var. O da budur ki mesela hukuku olmayan bir şeyler var. Elbette bunu indi sorularda soruşacağıq amma eləcə gəldi soruşun. Məsələn, fikir edin ki, dövlətdə normal İranda belədir. Mən indi Kanadada yaşayıram amma bu sistemi bilmirəm burada. Sizin mənim nəzərimdə siz yaşadığınız ölkənin dövlət sistemin, hakimiyyət sistemin tərif edirsiniz bir növ. Mən onu görürəm ki, məsələn Kanada ilə çox yerdə fərqli gəlir. Amma Kanadanın mən misal verməyim. İndi İranı misal verim. Məsələn İranda
məsələn millət deyək da, qəbul eləyək, hələ bir teorik olaraq deyək, orada millət adam seçir, göndərir məclisə, qanun qoysun. Qanunu nümayəndə qoymur. Qanunu o hakim sistem hazırlayır, gətirir, verir bura, deyir, mənim bu lazımımdır, bunu ver. Yəni, millət qanun təsvib eləmir. Onlar bir şey, ehtiyacları olanı, millətin əlindən gücü istir alsın, pulu alsın, maliyyatı alsın, hər nəyi alsın, ya bir məhdudiyyət qoysun insanların boyuna, onun chartın hazırlanır, qanun şəklində, pişnahat şəklində verir məclisə, məclis də oturur, onu təsvib edir. Yəni, onun üstündə tartışır. Bu ki, mən millətin tərəfindən gəlmişəm, millət burada nə istir? Yoxdur. Sizin demokraside nədir olacaq? Yani sizin getirdiğiniz misal İran'da hani İran'ın seçimleri, İran devlet yapısı, İran'ın anayasası tamamen yani demokrasinin kriterlerine haykırıdır. Yani orada düzgün bir seçim yok. Anayasanın yazdığı tamamen demokrasi gelenekleriyle karşıdır. Mesela dini hakimiyet var, dinin üstünlüğü var. Halbuki bir demokratik açıdan demokraside dini azatlık var. Yani herkes her dine inanırsa inansın ama o dinin devletin siyasi yapısında hiçbir rolü olmamak lazımdır. Yani halbuki İran'da bir dini sistem var. Yani kanun yazında oraya bakmalılar. Kur'an ne deyir, sünnet ne deyir, peygamber ne işiyor, onun muavini ne işiyor filan. Onlara bakıp kanun yazdılar ve mesela meclis seçimleri hiç azatlık yoktu. Şurayı Niceban var, şurayı məsləhət. Yani fərqli mekanizmlərlə xalqı kontrol etmə və müəyyən adamları bir məclisə gətirmə və orada istədikləri kimi yapma. Yani İran'ı demokrasi ilə, yani demokrasi sistemiyle birbirinin yanına koyup değerlendirme, müqayisə etmə yani mümkün değildir. Orada demokrasi kriterleri yoktur. Bizim danıştığımız Yok, benim sualım demokraside değildi. Demokraside değildi. Sualım kanun. Siz buyurdunuz ki bir kanun var, bir de kanun tələbi var. Bu doğru sözdür. Yani mesela mümkündür ki bir boşluq olar. Abi, demokrat ülkede. Bəli, bu doğrudur. Amma mənim sualım budur ki, bəzən indi məsələn fikirli Kanadada bilmədiyim üçün yenə də bunu mən dedim, çünki sistemi bilmirəm burada nə cür gedir, ona görə diqqət eləmirəm əslində. Amma məsələn İranı misal vururam, çünki oranı tanıyıram, oranı yaşıram. O da budur ki, nümayəndəni seçirsən, göndərirsən məclisə, sənin tərəfindən səni difa eləsin, yəni milləti, seçənlərin müdafiə edir orada dövlətə qarşı. Ya hətta qüvvə qəzaiyə, ya ədliyyə qarşı ki, qanunlar verək ki, o düzəməlli işləyə məsələn. Çünki qanun bu verməsə, o işləyə bilməyəcək. O gərək bir qanun verək ki, o da onun üzrə tartı ilə işləyəsin. Amma indi gedirik məclisə, görürük ki, dövlət, müdiriyə sistemi, yürətim sistemi ehtiyacına görə qanunları tasarlır, yazır, gətirir, verir məclisə, bir bunu qanun elə ver mənə, mən bunun üstündə işləyim. O da onu biraz izafə, hətta indi məsələn, mən nümayəndələrin birinin sözünə baxırdım, deyirdi ki, biz geçən 40 ildə dövlət büdcə gətiribdir ki, maliyyatı bir belə çoxaldacağım. Məclis onu 2 qat çoxaldıb məsələn. Maliyyatı o dövlət deyib 10%, məclis eləyib 20%, 30%, 40%. Ya istəyirəm deyəm ki, məclis burada dövlətdən də millətə çox baskı basır. Ama o ne yani o İran'dı da. Bakın İran'da hatta meclis nümayəndəsi seçilməsi də azad değer. Yani gərək Şurayı Niceban təyid edir ki, bu meclis nümayəndəsi ola bilər. Yani ne? Yani öz istəyənlərin gətirir məclisə. Hatta siz deyən olmasın belə. Məclisin özündə bir layihə təyin olsa, kimdə onlar özləri öz seçdikləridir da. Yani o qədər təzad... Ama o layihəni məclis layihəni hazırlamır. Onu dövlət hazırlayır, bu təsvib edir. İstəyirəm deyəm ki, sualım budur. Sizin demokrasidə məclis qanunu hazırlanır, yoxsa dövlət qanunu hazırlanır, təsvibə geçsin? Yok, demokrasilerde layihəyə qanunu bir dövlətdən gələr, bir də məclisdən gələ bilər. Hər ikisindən. Layihə bir təklifdir. Gələr məclisə, dövlət bir zərurət əsasında, mesela bir işin pişrəftində demokrasi dövlətindən danışır, İrandan danışmırıq. Karışılmasın bu. İran'da başka bir şeydi. Yani bugün İran bugün dünyanın en geriye kalmış dini sistemi vardı. Yani bu sistem mesela 200-300 yılına kadar Avrupa'da təcrübə oldu. Yani en dəhşətli bir sistemdir ki, kökündən bu olmamaq lazımdır. Ama demokratik sistemdə dövlətin işlərində birdən görürsən bir problem gəlir. O problemi həll etmək üçün dövlət bir layihə hazırlayır, göndərir məclisə təsvib olsun. O ola bilər. Eyni halda məclis nümayəndələrdə bəzi ölkənin zərurətlərinə görə başqa layihələr hazırlayırlar təsvib üçün.
Yəni layihə gedə bilər, o təklifdir. Məclisdə təsvib olunma söz konusudur ki, o məclisdə təsvib oldu, qanun olar. Təsvib olmadı, qanun olmaz. Tamam. İndi məsələn, yenə qeyd edirəm İrana. Çünki dedim, İranı yaşırıq biz. Onun əleyhinə çalışırıq əslində də. Yəni, orada bir dəyişimləri, ya orada bir istəklərimizi istiyoruz. Məsələn, orada deyir ki, məclis layihə verə bilməz, illası var. Bir verə bilər, tamam. Amma əvvəlcə onun büdcəsini deyək ki, hardan onun büdcəsi gələcək. Yəni, dövlətin əli, məclisin əli bağlanır. Yəni, mən əgər istəyəm bir layihə verəm ki, ana dili azad olsun, tədris olsun, məsələn, İranda, gərək əvvəl ona büdcə tərif eləyəm. Deyəm ki, filan yerdən dövlət bir izafi qazanc əldə gətirsin, ildə məsələn 1000 milyard tümən, ya 500 milyard tümən pul oradan gətirsin, sonra burada dili. Dövlət deyir ki, yox, sən eləyə bilməzsən, mənə deyəsən ki, var büdcəndən mənə şey elə, məsələn, bil ver. Sizin demokrasiyada buna necə baxırsınız? Yəni, sizin dediyiniz demokrasiyada nümayəndənin, məclisin dövlətə qarşı, dövlətin o gücünə qarşı nə edə bilər? Orada, yəni, siz orada danışdığınızda tərhi büdcədən danışırsınız. Yəni, hər bir dövlət hakimiyyətə gəldikdə bir büdcə hazırlamalıdır və o büdcənin məclisin təsvibindən keçirməlidir. O büdcənin içində nəyə büdcə təxsis verilibdir, nəyə az, nəyə çox verilibdir, onu orada məclisdə biraz əyərlandırarlar. Yəni, orada bir, ümumiyyətdə məclisdə bir komisyonlar ki, büdcənin komisyonuna yetişsin, yəni mütəxəssislər onu oyanmayarlasın, amma baxarlar məclisdə görürsən, onun nəyə dəyər, yəni bu büdcə bugün, məsələ, gələcək 5 ildə iqtisadiyyatda nəyə dəyər verib, nəyə az dəyər verib filan, yenə ki, məsələn, filan pul qoyacağı az qoyulub filan, o büdcə dəyərləndirməsidir onun, yəni, amma bu ki, bir məclisə bir layihə gətirir, desin, əvvəl onda büdcəsini gətir, hardan filan, əlbəttə bu, o cəhətdən ki, təmini büdcə hardan olmalıdır, o qeyri-əqlani bir şey deyil, yəni, məclis nümayəndəsi də düşünəndə, ya bir məclis nümayəndəsi deyil, bir partiya gətirir bir layihəni məclisə, onun büdcəsinin hardan təmin olmasına düşünməlidir, əlbəttə, o çox qeyri-normal bir şey deyil, yəni, tamam, bu büdcənin bu postlarından, gələcək büdcənin postlarından hansısını həzblə bunu onun yerinə qoymaq üçün büdcə bir məhdud bir şeydir, yəni, normal dövlətdə, İranda yox, çünki İranın dövlətdə bəlli deyil, pullar hara gəlir, hardan gedir, məsələn, nəftin, hətta bir daha dövlət məsuldur, dövləti demiş ki, məsələn, bəlli deyil İranda nə qədər nəft satılır, o pul hara gedir, yəni, indiyə qədər bilməyiblər ki, İranın nə qədər dəramədi nəftisi vardır, məsələn, bəzi vaxt xarici mənbələr, çünki onlar başqa bir yollardan kontrol edirlər, bir büdcələr, bir sözlər deyirlər, məsələn, İranın bu qədər satdı, amma İranın öz dövləti, öz, məsələn, vizarəti iqtisadi, vizarəti maliyyəsi bilmir ki, məsələn, burada nə qədər pul satılır. Onları hamımız bilirik. Mən fikir edirəm ki, tikrar eləməsək daha çox rahat gedə bilirik. Amma sözüm budur, dövlətin əlində bir dənə imkan var, büdcə deyə. Bu büdcə deyə məclisin əlin bağlıdır. Yəni, məclis hər sövdəqi qanun, hətta məsələn, hüquqi bəşəri qoya bilməz. Çünki hüquqi bəşəri qoymaq üçün bir büdcə tərif elə. Mənim büdcələrimdən kəsənməzsən. Bu büdcələr lazımdır, mən bura qoyacağam. Bunu kəsənməzsən. Sən də məsələn, bu hüquqi bəşəri istəyəsən, icra eləyəsən, bunun danışqahı lazımdır, nə bilim, filanı lazımdır, bəhmanı lazımdır, filan. Bunları gərək qoyasan, bu da mənim büdcəm yoxdur. Qutuldur, məclisin əli bağlandı. Siz büdcə məsələsini İrandan çıxardın. İranda büdcə nəzir bağlanan o başqa, tamamən başqa bir şey. Tamam, onu çıxadaq. Mən elə sizin sistemi soruşuram da. Mən ona görə sizin sistemi soruşuram. Sizin bu demokrasiyada bu nədir olacaqdır? İranı soruşmuram. Amma İran kesin alın nəzərinizə. Çünki siz İrana görə danışırsınız. Norveçə, mən də Kanadaya görə danışsam deyərəm nədir olur. Amma biz İranda olan vəziyyətə indi danışırıq. Ya gələn Azərbaycanın... Baxın, İranda demokratik bir dövlət qurulmuş, biz demokrasiyadan danışırıq, elə deyil. Demokratik bir dövlətin büdcə məsələsini necə həll edər, onu danışmalıyıq. Bu gün İran İslam Cumhuriyyəti nə edir, bu başqa sözdür yəni. Ona görə biz burada təsəvvürümüz budur ki, İranda, İran rejimindən sonra deyək, bir demokratik hakimiyyət olsa, büdcə ilə nə tür uğraşmalıdır, nə olur onda? Bu günləri bizə bir tane model də vardı. Yəni, o cür deyək ki, siyasətdə biz yalnız sıfırdan başlayacaq ki, büdcənin nə cür filan elərlər. Demokratik dövlətlərdə büdcəyə necə baxılır, ona da biz o cür də baxmalıyıq. Məsələ, büdcə əgərsə deyək, indi bu günləri
mesela seçim var filan ölkədə, sağçı partiler əksəriyyət gətirib də dövlət təşkil edirlər. Liberallar və daha sağlar deyə. Onlar büdcə yazanda, məsələn deyək, kapitalizmin fərqli kəsimlərindən maliyyatın az almasının, həmişə özürsüdür, yəni sağçılar maliyyatın az almasını, yəni orta kəsimdən, yaxşı dərəmətlilərdən, yəni kompani rəislərinin filan, bunlardan biz maliyyatı filan qədər azaldacaq, onların rəyin almaqdan ötür. Onların maliyyatını azaltdılarsa, maliyyat büdcəyə az pul girəcək də. O pulun azaltmasını maliyyatını hardan azaltır? Gəlib görürsən ki, məsələn, fərz edək, məktəblərdən, mədrəsələrdən bir dənə post, iki dənə post əskilir və burada o maliyyatı onlardan azalır. Məsələn, ona görə o seçilən devlətin, yəni hangi partiya devlət təşkil edəcək deyə və ya əgər etilafdır, siyasi bir etilaf, yəni neçə partiya bir devlət düzələcək, o partiyalar oturup birbiriyle bütçe anlaşması yaparlar. Mesela diyor ki liberal, sağ girayişler birbirinin yanında dursalar, diyecekler burada belli, yani anlaşarlar orada, bütçeyi ne tür temin etsinler. Eğer sol girayiş, mesela diğer sosyal demokratlar ve sol girayiş, mesela bu çevrəçilərlə beraber ya sol partiyalarla beraber hakimiyeti ele aldığında orada ne olacak? Orada daha sosyal devletin bölümlerini, eğitime daha çok ehemmiyet, yani ve daha çok geniş vasıtada yoksul kesimin şəraitinin uygulamasının ve toplumda devamlı bir toğsənin ve gelişmesinin şərait yaratmağa siyaset koyacaklar. Ona göre biz bundan bütçe hakkında danışanda bütçəni tənzim edənlərin hakkında da danışmalıyız ki, acaba sağ baxışdan bütçe tənzim olur? Genel danışıram, ama çünkü onların cüziyyatı kimi olar. Sağ baxışdan bütçe yazılıbdır, təyin olubdur və ya sol baxış açıdır, yəni sol partiyalar bu bütçəni təyin. Orada bütçələrin yerdən göyə deyəndə bir seri ciddi təfavütlər birbirinin arasında görmək olar. İndi əgərsə, mesela bir gün İranda da belə bir şərait gəldi, hatta Azərbaycanın öz içində belə. Azərbaycanın öz içində deyə, öz partiyaları, mesela deyə, yerel devlet kurulu olan parlamanı var. Parlamanın içində sağçılar ve solçular oturacaklar. İndi sağçıların eline düşdüyü kapitalistlerin maliyetlerini daha az almak isteyecekler ki kapitalistler veya kəsi yaxşı, yani pul dərametler olaya daha çok mesela çəkilib rəy versin, səs versinler ve sol partiyalar işçilerin, mesela diye karmentlerin, müəllimlerin filan onların yani cinahını daha çok gücləndirməyə çalışır için səsləri də, rəyləri də oradan alırlar. Yani bu dünyada bugün məmul olan bir vəziyyətdir. Çünkü bütçe de onun esasında tənzim olur. Bütçenin tənziminə bugün dünyada çok genel tecrübe var. Çok büyük tecrübeler var. Mesela Tamam. bugün demokratik devletlerin namusu esasında dolanır. Ona göre çok qüssə lazım değil ki demokratik, yani bütçenin təyin olması necə olub, necə olmamağını böyük tecrübelerden bizde, yani hem İran'da hem Azerbaycan'da istifade etmeye mümkündür. Tamam. Sizcə demokrasi sistemi Güney Azərbaycana nə zaman gəlməlidir? Ya neçə mərhələ və aşamadan sonra gəlməlidir? Güney Azerbaycan'a demokrasi çok gecikmiştir gelmesi. Biz gözümüzü dünyaya açanda bizim atalarımız, analarımız bizden demokrasi hakkında danışmalıydılar. Demokrasi sistemi nədir qura bilər? Birinci kursa gidəndə orada bize deməliydiler ki, demokrasi nedir, sistem nedir kurulur, vətəndaşın ne hakkı vardır ve ne. Yani biz şimdi oturmuşuq, səndən mən burada danışırıq, çok gecikmişik ki, demokrasi hakkında danışırıq. Yani indi başlasaq gecdir. Ona göre biz elə dərvaqa bu danışığın başlanğıcından veya geçen danışığın başlanğıcından demokrasinin kurulmasını başlamışıq. Niye? Çünkü demokrasinin kurulması evvel zihnlerde demokrasinin formalaşması. İnsanın demokrat olması lazımdır. İnsan demokratça düşünmeye lazımdır ve o seçimlerde, yani meclis seçimlerinde demokrat güclərə, demokrat partiyalara səs verməlidir ve o demokrat partiyalar anayasa yazmalıdır ve yine o demokrat güclər dövləti təşkil etməlidir ki, bir demokrasi qurulsun. Ona göre Azerbaycan demokrasi sahasında 200 il dalıdır. 200 il. Ona göre Azerbaycan çok, yani bir tane bir millətli, Türk milleti ki, İran sahasında. 1000 il devlet idare etti. 1000 il, 990 il devlet idare etti. Qacarlarca,
Qacarların sonunda anayasanı yazdı, farsça təhvil verdi bir daha ayrı sistemə. Belə biz belə bir yəni tariximiz var. Yəni çox Tamam. Düşmənlərlə utanc verici bir daha tariximiz var bizim. Mən bunu deyə bilərəm. Utanc verici bir daha tariximiz var ki, bizim babalarımız modern tarixə yaxdığımızda düşünəməyiblər ki, indi nə zamandır və necə milli dövlətin qurulma zamanıdır. Yəni, Qacarların hakimiyyətə gəldiyinə İnqilab Fərənsənin bərabərdir. Yəni, deyək, bəsən o günlər bilməsinlər. 10 il, 20 il, 30 il ondan sonra onu başa düşməliydilər ki, belə bir milli dövlətlər qurulur və İranda o zaman milli dövlətin quruluşuna təşəbbüs edəcəkdilər və öz adlarına və dillərinə dövlət quracaqdılar. Demokrat dövlət quracaqdılar, amma bu iş olmadı və biz onun fəlakətin indi bu danışıqda mən burada cənabınızdan çox fərqli düşünürəm. Çox fərqli. Yəni, %100 fərqli düşünürəm. Məsələn, mən indi baxanda baxırıq, görürük ki, bir Qəznəvilər var. Ondan sonra o birisi gəlir, ondan sonra Osmanlı çıxır və Osmanlı dövründə görürük ki, milli hökumətlər başlanır. Elə bu İslam şeyində. Məsələn, onlardan biri Səfəvilər. Millidir bu da. Yəni, İslami imperatorluqdan eyni Avropa kimi ki, ayrılır, Alman çıxır, İngilistan çıxır, Fransa çıxır, nə çıxır. Burada da görürsünüz ki, vəsətdən bir özünə ideoloji yaradır, özünə torpaq yaradır. Səfəvi dövründə Səfəvi bir milli dövlət kimi görərsiniz, xilafətdən ayrılır, müstəqil olur, dili müstəqil, tarixi müstəqil, dövləti müstəqil olmağa çalışır, demirəm olur. Çünki mənim teorimdə olmur. Amma orada mən o dövrəni milliləşmək görürəm, mən özüm. Yəni, fərqli sizlə fərqli budur ki, mən deyirəm ki, o dövrədə xilafət var, İslami xilafət var. Bunun içindən birdən bir dana Ərdəbildən biri çıxır, deyir, mən Ərdəbildən bir dövlət quracağam. Ərdəbildən bir dövlət qurur, yekəldir, bunu başardıqdan yekəldir, özü bir imperatorluğa məsələn çevrilir. Əlbəttə, mən yenə də burada özümün fərqli tarixlə, rəsmi tarixlə nəzərim vardır. Amma məncə orada, mən bunu Günas TV-də bəlkə 10 il bundan qabaq demişəm ki, orada bir milli ruhu olur. Türklük əsasındadır, Azərbaycançılıq əsasındadır o dövlət. Amma sonra genişləşir. Genişləşdikcə də bunun ideolojisi məcbur olur ki, bunları alsın da. Yəni, məsələn, çoxlu yalanlar da var. Şiələri öldürüb, Təbrizdə neyini falan. O halda görürük, məsələn, 90% sünnüdür o imperatorluğun, Qacarın məsələn. Hər halda bunu çox getməyək üçün bəhsimiz deyil. Amma mən belə düşünürəm. Qoyun, siz şimdi ifadə etdiniz, mən də bir 3-4 daha cümlə deyim Səfəvilərin haqqında, ondan sonra keçək orada. Yəni, baxın, əvvəla Səfəvi dövləti eləyə bilməz milli bir dövlət olsun. Milli dövlətlər Fransa inqilabından sonra dünyada qurulmuşlar. Ondan qabaq milli dövlət... Niyə axı belə baxırıq tarixə? Biz Fransa'dan tarixə baxmırıq ki, baxırıq görürük ki, türklük əsasında hökumət qurulub. 2000 il bundan qabaq. Milli dövlət odur ki... Divan dili farsçadır, türkçə deyil. Xeyr, Səfəvilərin divan dili... Divan dili dediyiniz, divan dili imperatorluqlarda, cənab-ı Şamili, imperatorluqlarda bir dana dil hakim olmaz. Bir dana dili hakim eləsəz, o hakimiyyət yıxılır. Dövlət dili, ərz edirəm, dövlət dili olmaz da, baxın, çünki dövlət dilində fəqət mustofilər müştərəkdir. Ondan sonra heç də müştərək deyil. Yəni, məsələn, deyək ki, Təbrizdən ki, mustofi, yəni maliyyat məmuru, gedəcək İsfahana, ya gedəcək Gürcüstana, məsələn deyirəm ha, ya gedəcək Ermənistana, deyək, hər yerə, gedəcək Əfqanistana. O məmur ehtimalən farsca bilir. Ehtimalən. Çünki əslən Səfəvi dövləti fars bilmir ki. Fars dövlət deyil. Amma o dövlət... Qoyun, mən bir daha 3-4 tane cümlə deyim, bunu keçək buradan, çünki tarixə keçirik. Burada biraz yox. Tarixə keçirik. Mən bildiyimə görə, mən çox müstənəd tarixçilərdən gətirirəm ki, divan dilimiz yəni mənə, yəni dövlət sənədlərinin hansı dildə hazırdır? O dövrdə o məhkum yoxdur. O dövrdə o məhkum yoxdur. Hər dövlətə ki, namə yazır, elə indi də o cürdür, qədim də o cürdür. Əgər siz bir dana dövlətsiniz, məsələn, Səfəvi, istir Osmanlıya namə yazsın, diqqət buyurun, misalın vururam, qurtulaq da, Osmanlıya namə yazan da türkçə yazır. Əlbəttə, bir anda bilirsiniz, orada bir rəvani savaş var da, cəngi rəvani vardı dövlətlər arasında. Osmanlı ilə türkçə. Onlar da yazanda farsça yazırlar. Ona deyirsən, İranlısa da ona deyirsən. Səfəvilərin haqqında biraz daha çox oxumanız lazımdır. Səfəvilər türklərin tarixinə qədər ən xain dövlət təşkil edən dövlətdirlər. Səfəvilər yəni milli dövlətdirlər. Yəni biz indi bugünkü günündən baxsaq, mən icazə verin, mən deyim 3 cümlə.
Səfəvilər Vatikanın seytərəsinin altında Osmanlılarla savaşıblar. Yəni onların əzir olunmayışlarıdırlar. Səfəvilər əgərsə həqiqətən Türkiyədə dayanırdılar, Osmanlılarla birləşməli idi. Nəinki daima bunlar, yəni o imperator savaşına keçilir, orada savaş yaparsınlar. Cənab Şamili, bir dəqiqə, davam eləməyək. Bilirsiniz niyə? Çünki o zaman ki milli dövlətdən danışırıq, milli dövlətdə xilafətdən ayrılır. Bizim müşkülümüz budur ki, indi mən özüm İslamçıyam, bunu deyim. Mən ümidvaram bir gün İslam dünyası birləşək Türk birliyinin altında. Mən bunu arzum, yəni mənim ən böyük siyasi arzum budur ki, İslam birliyi və Türklərin hakimiyyəti altında İslam birliyi ola. Bu mənim, amma o zaman ki siz istəyirsiniz milli baxasınız, Səfəvini eləyənməzsiniz. Müttəhəm eləyə bilməzsiniz. Çünki hər dövlət ki istəyir qurulsun, indi biz istəyək Güney Azərbaycanda istiqlal alaq, ya hər nə alaq. Ayrı bir dövlətlər hansısı köməklik eləsə demirik yox. Niyə? Vatikan da köməklik eləsə deyirik okey. Bunu bizi, çünki biz milli məsələyə giririk. O zaman ki İslami İslami hakimiyyətdən, xilafətdən ayrılır, özün torpaq olaraq, dil olaraq, siyasət olaraq, din olaraq, məzhəb olaraq ayırır, onda siz milli hərəkət edirsiniz. Mənim məsələm budur ki, bu günləri baxışlarımız ideolojik olur. Ora baxanda ideolojik olur, bu tərəfə baxanda məhkum edilir. Hər halda bu bəhsdən geçək. Bəs qoy mən bir iki ayrı cümlələr deyim. Baxın, bu tarix sahəsində milli dövlət inqilabı Fransadan, yəni tarix və sosioloji bərraslıqlarda, yəni burjuvazi devrinin başlanmağı, feodal devrinin bitirməsi, burjuvazi devrinin başlanması, inqilab Fransa və ondan yeri milli dövlət millətlərin qurulması başlayır. Ondan qabaq feodal dövlətlərdir hamısı. Elə İranda da otursudur. İranda Fransa inqilabı müsaade etdi Qacarların hakimiyyətinə gəlmə. Yəni Səfəvi dövləti, yəni modern dövlət ola bilməz. Yəni ola bilməz. Cənab Şamili, siz baxanda sizin binası, onun sonuçları nə olubdu ki, difa edirsiniz ondan? Baxın, sonuçları bu olub ki, bir dana məmləkət yaradıblar. Adı bu günləri siz İran deyirsiniz ha. Bu günü onlar yaradı, o Səfəvi yaradıbdı. Özü də bir ideoloji saxlayıb da, niyə saxlayıb? Nəzir millət qoyublar ki, oraya ad qoyanmayıblar. Onlar qoyublar adı. Ad qoyublar da, adı məmaliki Səfəviyyədir. Çünki tamam imperatorluqlar, tamam böyük dövlətlər, heç birisi bir ad üstündə. Amma məsələn deyək, indi sizin məbnaz Fransa ya Avropa mehvərliqdir. O Avropa üstündədir. Amma elmdir, bu bilimdir, tarixsel bilimdir. Mən də bilim danışıram. Canım Şabili, o bu günləri danışıqlarda onu təlim verir, sizinkin təlim vermir, sizin tarixinizi elm eləmir ki, qoymur elm ola. Amma baxın, Türklər məsələn deyək ki, Öməvilərdən, Əbbasilərdən, üzrə, Əbbasilərdən tutublar, hakimiyyəti alıblar. Bunu nə adını alıblar? Türklük adını alıblar da, Türklər bunu tutublar, alıblar. Türklər, baxın, orada demir ki, mən İslam adını alıram. İslam adını ala bilməz. Orada Türk adına Türklər birləşiblər. O Əbbasidən bir dana hakimiyyət alıblar Türklük adına. İndi, əsla elə bir şey yoxdur. Əsla elə bir Türklük adına fəaliyyət yoxdur. İslamiyyət adınadır, Şiə adınadır. Xeyr. Osmanlılar qarşısında İranda din onlar dəyişiblər. Rəsmi dövlət edib, Şiə dinini, rəsmi dövləti din ediblər Səfəvilər. Ki, ideoloji yaradı. Əlbəttə Səfəvilərdən qabaq 3 yerdə rəsmi din, əlbəttə bilirsiniz, rəsmi din taza, yəni indi rəsmiləşir. O zaman rəsmi din yoxdur. O zaman fəqət dövlət işləyənləri, üstə, vəzir, vəkil, yəni onlar ki dövləti, onlar fəqət eləyə bilərlər, rəsmi olsun. Ondan sonra orada rəsmiyyət yoxdur. Çünki rəsmi əslən media yoxdur, rəsmi ruznamə yoxdur, rəsmi kitab yoxdur ki, orada deyəsin rəsmi. Rəsmi orada bir şey yoxdur. Mənim nəzərimə Səfəvilərin haqqında bir tarixçi gətirin. Yəni düzgün bir tarixçi gətirin, onunla danışın. Mən tarixi ki yazılıbdır, o tarixlərə baxmıram. Qəbul eləmirəm. Bir daha da cümlə dediniz ki, cümlə yəni elmi cəhətdən düzdəyirdi. Dediniz ki, qoymayıblar biz. Məsələn, Fransa, Avropalılar Avropa əsasında yazıblar elmi. Amma qoymayıblar bizimkilər elmi yazılsın. Kim qoymayıbdı? Elə Fransalılar, Avropalılar. Onlar ki, savaşlarında... İranda bir tarixi elmi yazsaydılar, bir cəhət yazma. Bəli. Məsələn,
Məsələn, Qacar Türkiyədə də o cürdür da. niyə yazmayıblar? Türkiyədə yazılmayıb da. İlləti budur. Niyə yazılmayıb? Siz o zaman indi onun Bunlar niyələri ayrı bir şeydir. Bəhs eləmək İmperatorluqlar, olar. yox. Amma buradan get. Sözün əsası yox. Diqqət edin. Mən bunu niyə dedim sizə? Bir dəqiqə. Bunu ona görə dedim ki, bəzən görürəm, eşidirəm bizim aktivistlərdən. Bizi qoymayıblar. Bu söz yalandır. Kökü yoxdur bu sözün. Qoymayıblar deyil. Görə bilməmişik. İnşallah bu bəhslərimiz çıxsın. Onunla mən cənabınızla bəhsə keçərəm ki, onu cənabınızla bəhsə keçərəm nə cür olubdur. Məsələn, məsuliyyəti atırıq gözlə, onun ayrısının başına ki, onlar qoymayıblar. Yəni məsuliyyətsizlik, yəni bu sorumsuzluq, yəni burada işi görməyiblər. Şikəst vermiş yox. Bunu qəbul ediyor. Şikəst vermiş yox. Zəfər qazanan millət Avropa məsələn savaşlarında özündən çıxdı savaşlardan, qutardı, başladı bizlərlə savaşmağa. İndi bizlər şikəst yemişik. Birinci Dünya Savaşından biraz qabaqdan, yəni Hindistan ələ keçəndən bu üzə, Hindi şərqi eləyəndən bu üzə, oradan bizə şərq şikəst yiyibdir. Şərq özünə tarix yaza bilməz, kitab yaza bilməz, elmi tolid eləyə bilməz. Çünki gərək onların onu indi o sorular danışarıq da, bu qalsın sorular danışarıq. Bu bugünkü bəhsimizə... Onun adı bəcərisizlikdir, onun adı ola qoymayıblar deyil. Bəcərisizmişlər ki, yaza bilməyiblər. Şikəsləyən milləti qoymazlar. Şikəsləyən milləti qoymazlar. İdarə edirlər. Yəni Səfəvi bir imperatorluqdur. Baxın, Cənab bəy, qoyun bir iki dənə gündəm misal vurum, gündəm, qutalaq geçsin. Biri Osmanlı sındı yerinə Türkiyəni gətirdilər. Bu günəcən hələf elən, cəsarət eləyib Osmanlı tarixini oxuyan yoxdur. Bu bir. Niyə? Çünki o şikəst verən dövlət, zəfər qazanan dövlət sizə icazə verməz. Yəni siz deyirsiniz ki, Türkiyəni qurublar, biz özləri qurublar. Yəni Qurtuluş Savaşı Türkiyədə olmayıbdır. Bəlkə onlar istəyirlər. Amma fərqli bir vəziyyətdir. Yəni mənim düşüncəm fərqlidir. Onu deyim ha, bu sizin öz təsəvvürünüzdür, vaqiət o deyil ha. Türkiyədə tamam, bunları bəhs edərik da, bunları bir zaman bu bəhsimizə deyil. Türkiyədə Qurtuluş Savaşı olub 100 mindən milyon adam ölübdür və bu dövlət qurulubdur. Siz deyirsiniz ki, gəliblər, veriblər, qurublar. Bu yəni Türkiyənin tarixinə haykırı sözlərdirlər bunlar yeni. İndi bunlar alternativ tarixlər çıxır. Siz Çanaqqələnin savaşını orada görün ki, necə insanlar canı ilə qanı ilə müracaat. Osmanlı dövründə olubdu da, Osmanlının sonunda olubdu. Şeydə olmayıbdı ki. Yox, bilirəm. Yəni Osmanlının adamları eləyiblər. Qurtuluş Savaşı deyə. Qurtuluş Savaşı hər halda bunlardan geçək. Qurtuluş Savaşı olmayınca Türkiyə düzəlməzdi ki, qardaşım, ola istəmirlər Türkiyə olsun. Ola istəmirdilər də fəth eləmişdilər. Tamam. Yəni savaş olmasaydı, bu bəhs qalsın, bu bəhsi eləməyək. Gedək öz bəhsimizə qeydək. Bu bəhsi bir ayrı zaman cənabımızın oturuq, hesabı cədəl edərik. Yox, düşmənlərlə savaşı olarkən mən oradakı metod açısından, yəni dəqiq olmayınca mən bir işarət edirəm də, ondan sonra özünüz bilərsiniz mövzunu. Mən də o cürsün, mən də bir işarə edirəm metodlara. Tamam. Metodlar ki, istimar yaradır, mən onu qəbul eləmirəm. İstimari metodlar daimən o milləti saxlar. İstimari metod Afrika, Asiya, Amerika, Latin, hələ Asiyanı Traqasiya. İran və Osmanlı dövləti heç vaxt müstəmir altında olmayıblar. Kamilən müstəmirədirlər. Hətta bu gün də müstəmirədirlər. Hətta bu gün Türkiyə müstəmirədir. Türkiyə müstəmirədir. Bu gün müstəmirədir. Devam edək. Yəni mən sizdən çox şədidə müxalifəm, amma devam edək. Ona görə dedim mən sizinlə %100 müxalifəm. Tamam. Bəli. Devam edək. Mövzumuzu devam edək. Siz mütəqqidsiniz ki, İranda bir değişim olacaqdır. Ondan sonra orada federal yaradaq. Belə bir şeyə mütəqqidsiniz. Mütəqqidim ki, İranda dəyişiklik olacaq. Əlbəttə bu rejimin getməsinə inanıram. Çünki bu devam edə bilməz. Və təbiətən bunun yəni köçməsinin üstünə bir demokratik dövlətin qurulması, insanların və xalqların o ölkədə bərabər haqqını əldə etməsinə çaba göstərir. Bir demokratik dövlətin qurulması. Mənim sualım budur. İndi o mərhələdə düşmənlər bir-biri ilə çalışacaqlar. Yəni içəridə ərəblə, farsla, bəluçla fars, türklə fars, kürdlə fars bir savaş düşəcəkdir. Tamam, yəni siz qəbul eləyəsiniz dünənləri buyurunuz düşmən işlətməyin filan. İstəyəsiz, istəməyəsiz bir çox ciddi savaş düşəcək. 100 ilin intiqamları. İstiqlal alıp ya indi bunu mən sualımı neynədir? Məzərət istəyirəm, mən sualımı tapım.
Bəli. Hə, Burada bir savaş çağını keçirdəcəyik. İndi bir istiqlal da ala bilərik. Ya nə deyirlər, boynumuzu əyərik, İran altında qalarıq. Ya əmniyyətimizi o zaman nə cür qoruması çabası olacaqdı? O zaman milli hakimiyyət qurmaq zamanına nə cür zamanında və bu milli hakimiyyəti, milli dövlət deyək, milli dövlət qurub, milli hakimiyyət qurmaq üçün iç və dış düşmənlər olacaqdı. Yəni, həm öz içimizdə, yəni Türklərin öz içində bir müxaliflər olacaq, həm də eşikdə bir müxaliflər olacaqdı. Məsələn, şahçılar, İrançılar, pan-İranistlər, bunlar, hətta xarici qüvvələr. Sizcə, burada təşkilatlar, bir demokratik təşkilat qurmaq olar o vaxtda, o qarqaşıq vaxtda. Bəlkə biraz exaggerate elədim, yəni yekətdim ki, biləsiniz nə zamanı deyirəm. O vaxtda ki, hamı bir-birinin canına düşəcək, orada bir demokratik sistem qurmaq olar. Yox, əvvəl dediniz ki, demokratik bir təşkilat əvvəl gərək olar ki, bir demokratik sistem də qura bilər. Əvvəl lazımdır ki, demokratik insanlar olsun, onlar demokratik təşkilatlar, siyasi təşkilatlar qursunlar və o müəyyən bir şəraitdə o demokratik təşkilatlar bir siyasi sistem qursunlar. Əlbəttə, bu ideal danışıqdır. Hər bir toplumda həm demokrat güclər var, həm antidemokrat güclər var. Məsələn, İranda mərkəzçi qrup, mərkəz qruplarının içində irticai qrupların sayı çox-çoxdur. Demokratik güclərin sayı azdır. Çünki orada onlar... Var əslən var. İranda farsların içində, ya mərkəzlərin içində demokratik var. Məsələn, bir danasının adını çəkə bilərsiniz. Əlbəttə. Məsələn, bu gün əgərsə Hizb adı çəkə bilirsən, məsələn, Hizb-i Çəpi İranı, İranın mərkəz demokratları saya bilərik. Ya məsələn, şəxsiyyət saya bilirsən, məsələn, Ay Həsəni Şəriət Müdarı və ya Ay Müridini mərkəz demokratları saya bilərik. Çox adamlar var. Əlbəttə, məsələn, bir çox da yox da, deyim, yəni, məsələn, Ay... Məsələn, Həsəni Şəriət Müdarını da şeyi də qəbul eləmirlər. Məsələn, 400-yanı da qəbul eləmirlər. Cənab-ı Rıza Müridini də mərkəzçilər qəbul eləmirlər ki, federalizmi də qəbul eləmirlər, onları da qəbul eləmirlər. Baxın, biz Hizb-i Çəpi İranın konqresinə dəvət olmuşduq. Bizim partiyamız, yəni Azərbaycan Demokrat Partisi. Orada Ay Şəriət Müdarı da dəvət olmuşdu. Bəli. Yəni, o da bir mərkəz partiyasıdır, orada dəvət olub. Yəni, mərkəz deyəndə kimlə danışırıq? Mərkəzdə faşist var, şovinist var, geriyə qalmış var, ırqıçı var, filan var. Bir seri, əlbəttə sayı azdır, amma vardı. Demokratlar da vardılar. Amma nisbət və o irticai güclər sayıda azdır. Yox, mənim sorum sizdən bu bölümdə budur. Müşəxəs sorum budur. Məsələn, bu adamlar ki saydınız, ya hətta o Çəpi İranı kamil bilmirəm kimlərdir. Amma fikir edirəm ki, onlar fars deyirlər. Fars olan mənə bir adam deyin ki, ya bir təşkilat deyin ki, farsdılar, amma məsələn demokratdılar. Ya fars olmayan millətlərin demokrat təşkilatları, məsələn cənabınızın təşkilatıdır, ya fərdiləri, məsələn 400-yanı, cənab mühəndis Şəriət Müdarını, cənab Müridini qəbul edir. Bir də ona belə bir təşkilat deyin ki, məsələn, bunları sayğı ilə hətta əqəl ad aparır. Baxın, siz biraz tələsməyin. Bunlara biraz təəmmüllə qulaq asmalım. Bizə çox mühüm şeylərdir. Biz bilək ki, orada nə keçir. Əgər sən kolli baxsa, hamısı faşistlər, yəni bizim üçün cəlib, nəticəsiz olar. Yəni biz bilmirək kimlə işləyəcək, kimlə işləməyəcək. Ona görə sualı soruşuram da ki, kim var orada? Yəni bir tərəf, öz tərəfimizin var. Siz dediniz ki, o partiyi ki danışdıq, dedik demokratlar, İran Sol Partiyası da adı. Hizb-i Çəpi İran da adı. Əvvəla bir daha hizbdən ki danışırıq. Bir hizb hamısı qədimdə ki, yəni hamı bir tür fikir eləyir orada bir partiyada. Bir partiyanın özünün içində də bəzi falanglar, bəzi damarlar, fərqli fikirlər var, olur bir hizbdə. Amma genəlliyində bugün onların duruşu, bugün siyasi duruşlarını nəzərə alırsaq, bugün mərkəz partiyalar içində demokratdır. Siz söndünüz mənə dediniz ki, onlar pəs onda fars dəyildilər ki, demokratdılar. Mən sizin cavabınızda deyirəm ki, o partiyada türklər də vardır, farslar da vardır. Amma türklərin olması bir hizbi parti, demokrat eləməz. Çünki hizbi pan-İranisti İranın rəhbəri türkdür, Ərdəbillidir. Amma hizbi pan-İranistinin faşistdir. Orada da türk var.
Yəni türk olub olmamaq meyar deyil. Siyasət ki aparırlar meyar götürməliyik. Mesela Hizb-i Pan-İranisti İran'ın içinde de Türkler vardılar. Ama faşist bir partiyadır. Hizb-i Çəpi İran'da Türkler vardılar. Ama demokrat, bu çünkü siyaset duruşu merkez demokratlar içinde sayılır. Şəxsiyyətlərin də ad çəkilmə və ondan da daha çox ad çəkmə olar bir şəxsiyyətlərdən. Dedim, demokrat girayiş merkez qrupların içinde zəifdir, amma vardır. Bunu bilmemiz lazımdır. Mən indi ələm cənabınız buyurdunuz, baxıram. Hizb-i Çəpi İran 3 dənə hizbidən, bir dənə hizbin əslində adamları bölünüb üçə, sonra da onlar bir dənə hizbi qruplar. Üçü. Biri Fədayan Xalq İran, biri Tərəfdaran Vəhdət Çəp, Sazman Fədayan Xalq İran əksəriyyət, Konuşgeran Çəp. Yəni Konuşgeran Çəp ehtimalən 1-2-3 nəfər adamdılar. Amma o birislər ikisi bir-birindən ayrılmış təşkilatdır ki, təzəşdən birləşiblər. Və mən bildiyim, məsələn, Fədayan Xalqidə... Bu argümanlarla hara gəlmək istəyir? Hər hizbin arxasına baxsam, bir etilaflar var orada. Yox, onu istəmirəm deyə. Bura istəyirəm gedəm ki, bu argümanı istəyirəm bura aparam ki, əcəba o mərkəzdəki adamlar ki, məsələn, demokratdılar. Demokrat olmayanlarla işimiz yox. Mərkəzgəra. Onlar türkdülər, ərəbdülər, bəlutdular, bunu gətiriblər ortaya, yoxsa farslar da var içində. Bunu istəyirəm. Var, əlbəttə farslar var. Məsələn, 2 dənə ad çəkə bilərsiniz, demokrat var. Qulaq olsun, siz Hizb-i Çəpi İran bir dənə mərkəz partiyasıdır. Olar. Qulaq olsun mənə. Bugünkü siyasi adını görmüsünüz nə mənə deyil. Hizbin adı İran Sol Partiyası. İran Sol Partiyası yəni nə mənə? Yəni bir mərkəz partiyası. Sol partiyanın bir iki şey ola bilməz də. Yəni çəp olanda bilmirəm, çəp o zamanki qabaqçı ideoloji. İran sözü var orada. İran. Bəli. Tamam. İran sözü var. Yəni bir mərkəz partiyası. Onlar son konqrədəki bizi dəvət eləmişlər orada. Qabaqçı konqrələrində təsviblər bu idi ki, İranın demokrasisi qurulmaq üçün federalizm bir seçənəkdir. Ola bilər federalizm olsun, demokrasi olsun. Son konqrədəki biz oradaydıq və mübahisələrində iştirak etdik. Orada təsvib elədilər ki, federalizm təkcə yoldur ki, İranı demokrasiyə götürər. Siz bir siyasi qrupunun duruşuna baxmalısınız. Nə deyir mövzu siyasi? O siyasətə baxın, onun tarixi kim gəlib, hardan gəlib filan. Tamam, baxar adam. Amma bugünkü duruşu siyasəti çox mühümdür. Onun Fars-Türk olmasını məncə soruşmasa yaxşıdır. Çünki o Fars-Türk dedim, faşist qurumlar da var İranda, elə dedim, adını çəkdim ki, məsələn, İran Pan-İranisti. Hamısında Riza Pəhləvinin ən yaxın müşaviri Türkdür, yəni müşavirləri. Türklər. Ona görə Türk-Fars burada söhbət deyil. Mən ona görə deyirəm, mərkəz qrupları adlandırırım onları. Mərkəz qrupları deyilən, dünən nə danışdığımızda dedik ki, mərkəz qruplar, mərkəzçi, yəni mərkəzgera, mərkəzçi və ya mərkəz deyəndə, yəni mərkəzçi deyil. Bax, deyəndə ki, məsələn, filan qrup mərkəz demokratlarındandır, yəni mərkəzçi deyil, mərkəzgera deyil, mərkəz qrupuna aiddir, mərkəzgera deyil. Mərkəzgiralar irticai qruplardılar. Yəni, istəyirlər, mərkəzçi bir qrupdur. Amma onlar ki, federal sistemin mərkəzdə federal sistemi istəyənlər mərkəzgera deyil, mərkəzçi deyil, bəlkə demokrat girayişdirlər və onlarla biz işləyə bilərik. Yəni orada bizim mərkəzdə bizim onlarla işləməyimizə şərait yaranır. İş birliyimizə. Tamam. İndi mən onu soruşurdum. Sualımızdan getdik. Çox üzr istəyirəm. Sualımızdan getdik. İndi o qarma-qarışıq ki düşəcəkdir rejim gedəndə, din itəcək, iman itəcəkdir. O qarma-qarışıqda bir demokratik dövlət təşkilat qurmaq olar. Nə hizbi təşkilatdan danışmıram ha. Hizbi təşkilat indi var. İndi cənabınız qurmusunuz. Amma o məqsədə bir dövlət qurmaq olar, demokratik. Onun cavabı çox sadədir. Yəni teorik cavabı çox sadədir. Amma əməli cavabı nə olacaq, onu orada görəcəyik. Bir də imkan vardır ki, qüdrət analiz gücü olan insanlar bu gündən də bəzi hədsləri vura bilərlər. Çünki heç bir şey siyasətdə bir gecənin içində dəyişməz. Bütün siyasətin quruluşu, siyasətin güc əldə etməsi insanların zehniyyətinə bağlı bir şeydir. Bu siyasət bir hizbi quracaq, sağ, sol, orta filan, demokrat, antidemokrat hizbi quracaq.
Amma bu hizbi qurmaq söz konusu deyil. Bu zehnilər hangi hizbə gedəcəklər? İndi hər üçün bir hizb var. Azərbaycanda hər üçün hizb var. Bu zehniyyət hangi hizbə gedəcəkdir deyə, hangi təşkilatı gəlib rəy verəcək, ya o üzv olacaq. Onu biz orada görəcəyik. Söz budur, teorisi budur onun. Bu gün əgər əvvəla mənim teorumda, yəni üzr istəyirəm, bizim teorumuzda deyək, indi bizdən danışırıq burada. Bizim teorumuzda İranda demokrasiyi qurmaq üçün, yəni bir məmləkətdə demokrasiyi qurmaq üçün bir şərt lazımdır. Bir şərt. Amma İranda iki şərt lazımdır. Bir şərt buydu ki, demokrat partilərin çoxalması və xalqların o demokrat partilərə səs verməsi ilə demokrat partilərin səsinin çoxluğunda gedib məclisdə qanunu yazılında bir demokratik qanun. Çünki əksəriyyətlərlə məclisdə demokrat qanunu yazılırlar və o qanun əsasında bir demokratik dövlət qururlar. İranda bu iş mümkün deyildir. Çünki demokrat güclər mərkəz qurumlarının içində zəifdirlər. Orada demokratik dəstək verilməyincə İranda demokrasi qurula bilməz. Ona görə mərkəz qruplarına qoysan ki, dövlət qursunlar, əksəriyyət bir faşistli bir dövlət, yeni bir faşistli dövlət qurarlar. Ona görə o balaca demokratik güclər mərkəzdə sollar və hamı sollar deyil ha. Demokrat sollar və mərkəz demokratları qalacaq orada. Onun yanında o hangi dəstək, siyasi dəstəkdir ki, İranın gələcəkdə demokrasisini bərqərar edər. Əvvəl deyək ki, demokrasi nə tür bərqərar olar? İrticai güclərlə, ya antidemokrat güclərlə, demokrat güclərin dəngəsi yaxınlaşar. Yəni, onlar ağırlıq, bunlar ağırlıq. Əgər nə qədər demokrat güclərin dəngəsi güclü olar, o qədər demokratik dövlətin qurulmasına şərait yaranar İranda. İndi bu dəngə İranda nə tür yaranacaqdır? Bizim baxışımıza görə. İranda mərkəzdə bir qruplar, yəni əlbəttə bir dənə burada bir təhlil də qoymalıyıq. Mərkəz qrupları bir-birinə, mərkəzçi qruplar, nə mərkəzdə? Mərkəzçi qruplar, yəni deyək, məsələn, şovinist və faşist qruplar bir-birinə yaxın deyirlər. Yəni, mücahidin xalq ilə səltənətçilər və İranlı ifrati nasyonalistləri, faşistləri bir-birinin yanında durmazlar. Və sonra sollar, komünistlər olan yanında durmazlar. Yəni, mərkəz siyasi gücləri bölüşmədədir, çatışmadadır. Hətta bu ehtimal vardır ki, onlar siyasi gücü əldə etmək üçün bir əskəri çatışma, yəni savaşa da girsinlər. Məsələn, mücahidin xalq və səltənətçilərlə və bir tərəfdən də sollar vardılar. Yaxşı, burada o bizim üçün müsbət bir şeydir. Müsbət bir, olumlu bir şeydir. Yəni, o faşistlər müttəhid deyildir. Fərqli qruplardılar, bir-birinə çatışma halında olacaqlar. İndi orada bir dənə balaca qrup var, demokrat qrup mərkəzdə. O demokrat qrupu hangi güclər təqviyyət edəcəklər ki, həm meydani güc, yəni küçədə varıq, biz də varıq. Həm də hüquqi güc, yəni məclisə gedəndə əksəriyyət təşkil etsinlər. Qeyri-fars xalqların siyasi gücləri. Qeyri-fars xalqların siyasi gücləri meydani gücü o faşistlərin əlinə verməyəcəklər. Niyə? Çünki öz bölgələrini özü idarə etməyə çalışacaqlar da onlar. Öz bölgələrini idarə etməyə özlərinə idarə oldular. Yəni bu məmləkətdə deyək, bu İranın bu bölgəsində qeyri-fars xalqlar öz bölgələrini idarə etməyə çaba göstərirlərsə, yəni bir məhdud bölgə olan əlində ola bilər deyək. Məsələn, fars bölgələri deyək ki, onlardan himayət edir, olan qruplar. Təbiətən o güc olacaq, yəni o irticai güc meydanda olacaq. Amma onun qarşısında olan güc. Bu güclər, yəni qeyri-fars güclərin, ələlxüsus orada mən bir daha bir başqa söz danışmışdım keçən danışımızda. Türklərin həm Azərbaycanda gücü və həm Tehran kərəzdə gücü. Buradadır ki, Türklərin gücü Tehran və kərəzdə rol oynayacaq İranda demokrasinin qurulmasında. Əgərsə o gücü, yəni Tehranın, Türklərinin gücü nəzərə alıb, onun üstündə işlənilməsə, bir siyasi güc kimi meydana girə bilməsə, orada o irticai güclərin güclənməsinə şərait yaradır deməkdir. Ona görə mən bu istiqlal tələbanə düşüncəsi ki, yalnız Azərbaycana düşür və qala o birisi Türklərin muvziyesini İranın demokrasisinin təqviyyətində və Azərbaycanın dövlət qurma təqviyyətində düşünmürlər, onu yanlış bilirəm. O cəhətdən indi orada indi oldu. O demokrat güclər, bir tərəfdən məncə o mərkəzdə demokrat güclərin yanında türklər duracaqlar. Türklər. Nə qədər milli maarifləşmə,
Türklərin yanında Tehran və Kərəzdə güclü olursa, o demokrat gücləri ki, adını çəkdiğə zəifdirlər bu gün. Onda çox güclü olacaq, daha güclü olacaqlar. Yəni, çox güclü, daha güclü olacaqlar. Amma burada sizin teorinizin bir dana müşkülü vardı. Bu müşkülü mən xatırlayayım, bəlkə onu... Bu müşkülü cümlədeyim, onu tutalım, ondan sonra siz deyin. Pəs, mərkəz demokratların yanında duran kim oldu? Qeyri-fars xalqların gücləri, türklərin, kürdlərin, bəlusların, filanların və ələl-xüsus hüquqi cəhətdən məclisdə əksəriyyət əldə etmək. O, ən mühüm odur. Çünki bunlar savaşacaqlar bir-birinə. Sonra deyəcəklər, savaşla kimmişlər ona. Gedək bir seçimə, seçimdən sonra nə olur ona deyil. Başqa çarə yoxdur yəni. Bu dava, bir savaş bir yerə yetişməyəcək. Ona görə o seçimə gedəndə o məclisdə bizim əksəriyyət, yəni %51-i təşkil etməyimiz gərəkir. Yəni federalistlərin, yəni o mərkəzdə demokratdakı federalistlər, sonra da çevrədə yaşayan xalqlar, bunların nümayəndələri əcəba 51% təşkil edəcək məclisdə, bu imkan vardır. Bu imkan teorik cəhətdən 55% yeri vardır. Yəni, bu imkanı əldə edə bilərdik yox, ona strateji dökmək lazımdır. O vasitə ilə dövlət demokrat olub ya olmaya bilər. Əgər o gücü biz əldə edə biliyor 50-55% məclisdə... Bu sizin bu teoriniz gözəl. Yəni, mən kamilən bunu dərk... İki dana böyük iradı var içində. Ehtimallar üstündə üçün teori bəhs edirik. İki dana teorinin iradı var. Onlara diqqət eləməliyik. Bir bu ki, o zaman ki, İranda mərkəzi hükum, mərkəzi, İran mərkəzdə, mərkəz deyək, mərkəzdə hakimiyyət, qudrət, dövlət zəiflədi. Burada onlar heç qorizəz mərkəz deyirik da bunun adına. 100 ildir başlanıb qorizəz mərkəz. Xameneyi də bunu dedi ki, şikəstəhay ictimai, şikafay ictimai məsələn ad gətirdi ona, yəni ki, vardı. Bu şikaf ictimai 1379-78-də mən təhqiqin gördüm. O zaman hətta fikrim Günas TV-yə də vermişəm, bəli Radio Fərdiyazada da vermişəm. Məsələn, onda deyir ki, 64% Azərbaycanlılar istiqlal üçün çalışırlar. Onda deyir. 1379-78-79 özü də bunu təhqiq edən Radio Təbrizdir. Yəni, təhqiqi aparan Radio Təbrizdə büdcəsin Cəmiyyət-i Mütəlifə-i İslami veribdir. Yəni, onun adına. Bu iki dana nəhadın adına bir dana təhqiq edib Azərbaycanda, çoxlu şəhərlərdə 3000 neçə yüz nəfərdən də nəzərsəncə eləyiblər. Yəni, elmi, çox elmi bir nəzərsəncə eləyiblər. Onun üstündə. Deyiblər ki, 64% millət istiqlal uğruna, Azərbaycan uğruna çalışır. O nəticə alıblar o zaman. İndi, bunu istəyirəm deyəm ki, indi iki dana o sizin teorinin müşkülü var. Bir bu ki, farslar, mərkəzlər, faşistlər, mücahidlər, hamısının bir dana əsli var. Əsli müştərək ki, o çətin bezəngah tarixi farslar deyirlər. O tarixin, İranın dağılan yerində birləşdirəcək onları. O da nədir? Mərz-i Porguhər. Mərz-i Porguhər deyəndə onlar gələcəklər. Yəni, mücahidlər də, səltənət tələblər də, faşistlər də hamısı İran deyə o mərzin üstündə, o pişiyin üstündə birləşəcəklər. Bu bir. Orada onların gücü orada çox olacaq. İkinci bu ki, İraq buradadır. Azərbaycanda baxırıq siyasi öndə gedən təşkilatlara, hamısı bir cənabımızın təşkilatından sonraki federalçıdır, qalanlar hamısı təqribən istiqlalçıdır. Təqribən, İrancı içində yoxdur. İrancı əslə yoxdur. Yəni, cənabımız da İrancı dərsiniz da, cənabımız da Azərbaycan Demokrat Partisisiz, İran Demokrat Partisi deyilsiniz. Yəni, mənim baxışımda siz Azərbaycanı müdafiə eləməyə çalışırsınız, ta İranı. Mənim baxışım belədir. Bəlkə də bu cür deyil, deyə bilərsiniz. Amma məsələn, ərəblərə baxırıq, bəluçlara baxırıq, türkçəmənlərə baxırıq. Bunlarda görürük ki, təqribən əksəriyyət istiqlallı və hətta silahlı. Kürdlər də bu cürsüz. Kürdlər mümkündür deyərlər ki, biz nə deyərlər, federalıq. Amma hamısı 40 ildir, 44 ildir, hələ şah zamanı qoyuram qırağa. 44 ildir İranda sərbazları öldürürlər, yəni ki, bir şeyə savaşırlar. İndi bu iki dana məsələni siz o zaman ki İranda Cumhur İslamı getmə halındadır, zəiflədi. Orada millətlər düşdülər bir-birinin canına, insanlar düşdülər bir-birinin canına, hakimiyyət dağıldı, ordu qaçdı, sipah qaçdı. İnqilab tayında yadınıza gəlsə orada da ordu qaçdı, zat yox idi, Qardi Cavidan belə qaçdı filan. Bu şəraitdə siz əcəba
orada bir demokratik sistem fikirləsin, mərkəzgəra, demokratik biz gücləndirək, bu cür onları biləcək, o fürsəti qazana biləcəklər. O fürsət daha o zamanda. Teorik olaraq deyirəm özlə. Əvvəla demokrat güclər o gecə düzəlməz dedim. Bir gecənin içində bu iş düzəlmir. Bu iş bugün, hətta bugün də gecikdirməz, amma hər halda bu gündən çalışma olar. Bəzi siyasi dalğalar, bəzi cərəyanları sürət zamanında daha çox gücləndirərlər. Yəni, qısa zamanda gücləndirərlər. Siyasi dalğa yaradır məsələ. Baxın, Mərzi Porqahər dediniz, mənim teorumda yeri şeydəki Mərzi Porqahər bunları birləşdirəcək. Mərzi Porqahər nəyin? Niyə Mərzi Porqahər sorunu meydana gəlsin ki, onları gücləndirsin? Niyə? Orada istiqlalçılar... Dağılacaq, elə əmələn dağılacaqdır. Əmələn İran dağılacaqdır. Baxın, İran 50 il bundan qabaq hökumət dəyişilibdir. 50 il bundan qabaq hökumət dəyişildi, 45 il bundan qabaq. Pəhləvi getdiyində dağılır, dedilər, İranistan olacaqdır, mən getsəm bura. Heç də dağılmadı. Yox, o zamanda, məsələn, nə ərəblər, nə türklər, nə heç birisi, hamısında bu milli şuur yox idi. Var, fəqət İran'dır, milli şuur var idi. Yox, heç yerdə yox idi, heç yerdə yox. Heç yerdə biz, fəqət Türkmen səhrada gördük bir şey. Türklər savaşdılar, ərəblər savaşdılar, Bəluçlar da savaşdılar. 57 zəif idilər daha, zəif idi, savaşdılar amma zəif idilər, getdilər, alamadı. O Azərbaycanda da xalq müsəlman məsələsi çıxdı. Yəni, Azərbaycanda... Hamısı İrancı idi, hətta məclisdə belə İrancı idilər. İndi bu Mərzi Porqahər nə zaman mətrəh olacaq? Yəni, kim bu vəhşi gücləri birləşdirəcəkdir? İstiqlal şüarı verənlər ki, deyəcək, qatıllar, gəlin bir yerə yiyişək. Niyə? Yoxsa Mərzi Porqahər niyə gəlsin birdən asla? Elə indi də vardılar. İstiqlalçılar indi də var. Onların baxışından təcziyə mövzusu mətrəh olanda ola birləşəcəklər, elə deyil. Ola bilər, bəli. Onlar o cür deyirlər. Yox, tədziyə yox. Tədziyə yox. İran dağılanda tədziyə yox. O hökuməti mərkəzi, ələn də Rıza Pəhləvinin sözlərinə diqqət eləsəz, budur ki, o yıxılış dövrəsində və quruluş dövrəsində nə cür qoruyacaq? Yəni, hətta Avropanın, Amerikanın da müşkülü buradır. Deyirlər ki, bu yıxılış, quruluş dövrəsində bu əmniyyəti və o ki, əmniyyət sıçramaya dünya, hətta Türkiyə bilirsiniz də, kollən divar çəkir. Divar çəkir İranla öz arasında ki, orada bir ittifaq olsa 80 milyon istir pənahəndə olar Avropaya, Amerikaya. Yəni, onun qabağı üçün çəkirlər bunu. Fikirləmin ki, məsələn, orada şey... Divar çəkmir. İran yox, Türkiyə. Türkiyə onun ötürü divar çəkmir. Türkiyə İran dövlətinin öhdəsindən gəlmir ki, PKK-dan himayət eləməsin. Məcbur o duvar çəksin ki, PKK oradan gəlməsin. Onun ötürüdür. Nə ki, 80 milyon İranlı, 80 milyon İranlı gələcək Türkiyəyə. Baxın, sizə bir taza təhlil verim. Siz bir daha taza material verim sizlərinizə. Bu cür rahat mövzunu düşünməyin ki, İran dağılacaq filan. Tamam. Biz bunu bu cür fikirlər dağılacaq. Yəni, əməldə faşistlər, mərkəzçilər, adını deyək mərkəzçilər. Mərkəzçilərin tək canına İranda dövlət düzəltməsinə şərait yaradır bu zehniyyətlə. İndi deyərəm niyə. İmkansızdır da, əlbəttə imkansızdır. Teorik olaraq da imkansızdır. Bu cərəyan, əvvələn mənim nəzərimə Fars millətinin millətləşməsi bu qadın yaşam azadlıq hərəkatında formalaşdı. Ondan sonra ondan qabaq Fars milləti, yəni millət yanında, millətin içində millətləşmə sürəci getməmişdi. İran inqilabı, bu 57-ci inqilabda bu İslamçıların gəlməyi Fars toplumunda milli girayişi zəiflətdi, sifir apardı. İslamçılığı meydana gəldi. Və Farsların millətləşməsin sürəcini, yəni Fars zehninə, Fars xalqının zehninə millətçiliyi yerləşdirmədi. Nə zaman bu millətçilik Fars millətinin zehniyyətini yerləşdi? Qadın yaşam azadlıq hərəkatında və çıxışlarda. Berlində 100 min cəmiyyət gəldi. Berlinə 100 min adam getdi. Elə 100 min təzahüratın içində nə qədər küt var idi. Kütlər də gəlmişlər də ora. Bizimkilər də getdilər ora. Bizimkilər sayısını deməsəm daha yaxçıdır. Kütlər də gəldilər ki, hesab olmazdılar. 100 min millət, sən fikirlə ki, İranlılar da fərq eləməz, İranlılar yürüşüb ora.
Fikirsən o 100 binin 40 bini də türkdür. Onu kəsim orada olanlar, yəni bizim adamlarımız getmişdir o təzahürata. Orada hər kəs Azərbaycanlılar plakatlar götürmüşsə bizimkilər. Gəlib soruşaq, türksə hamısı. Geçən bunlar kimdir filan. Yəni ora gələnlər üstdən istəməz oldu yəni. Üstdən istəməz. Hər yerdə bir İran toplumu var, onun 40'a yaxını yəni türkdür. 100 bin cəmiyyət yığışdı ora. Bu nə mənə bu sizə bir nə deyir bizə? İran toplumu indi budur. İran toplumu indi budur. Bunlardılar ki, indi hakimiyyəti qurmağa hazırlaşırlar. Biz özümüzü yığışdıranmasaq, yəni fantasi teorilərdən uzaqlaşıb, gerçək teoriya barmaq qoymasaq ki, bu iş görülsün, saat 9:30 oldu, 9 oldu. Gerçək teorilərə dayanmasaq, Nə qədər vaxtınız var? Nə qədər vaxtınız var? Okey, mən 4 dənə də sual soruşacağım, qısa cavab verin. Bu bölümü tanıyın. Bakın, gerçəkçi teorimiz düzgün, real, dünya, bugünkü dünyanın üzrə düşüncəmiz, teorimiz, stratejimiz olmasa, biz kökündən tuzacaq yine də. Yine bir yeni hakimiyyət kurulacaq. Bu istiqlalı onu açacaq, dağılacaq, o gedəcək, bu gedəcək. Heç bir devlet, Azərbaycan deyək də Azərbaycanı, Kürtlər ayrılanmazlar. Kürtlər ayrılma şüarı verməyəcəklər. Heç zaman o iş görməzlər. Mən yəqinim var ona, Bəlusların istiqlal şüarı vermələrə kapasitiyetləri yoxdur. Ərəblərin istiqlal şüarı vermələrə kapasitiyeti yoxdur. Bir şey də, ora bir dənə ləşkər göndərər, bitirər işində azca. Azərbaycandır. Azərbaycan. Niyə? Azərbaycanın kökləri Tehranda oyanında var. Bu yanda. Azərbaycanın istiqlal ola bilər fikirliysiniz. Çamçı dövlət onu rəsmiyyət tanıyacaq. Heç bir devlet. Ona görə ayağımızı möhkəm toprağa basmalıyıq. Ayağımızı möhkəm toprağa basmasaq, bu gələcək dəyişiklikdə də bir dəfə biz qaybetsək, itirsək haqqımızı, yəni işimizi, pozisyon qazanmasaq İran siyasi arenasında, Türk xalqının bitmişdir iş İranda. Yəni mən də bunun tərsini düşünürəm. Bir fürsətimiz var, o da bu fürsətdir ki, bu rejimin yıkılmasıdır. Ondan sonra şayet İran'da rejim yıkılma meselesi söz konusu hiç olmasın. Doğru. Buna cezayirler. İran'da bir daha devlet istirler. Bu merkezler İran'da demokrasi. Bunlar demokratları ha. Bilsen ne tür demokrasi istirler? Türkiye'nin demokrasisini istirler. Türkiye'nin demokrasisi. İran istirler. Türkiye'nin demokrasisi bizim menafeimizi temin etmir. Çünkü orada gayri hakim halkın menafei temin olmuyor Cumhuriyet'te o demokraside. Ona göre biz radikal demokrasine, eğerse biz federal kurmağa imkanımız olmasa, siz bunu gelin alem-i Adem'den soruşun, bize siyasetlerinden. Deyib bu adamlar, lan gücü yoktu federal kursunun ülkenin içindeki. O ne, bu ne, yığışacaklar bir yere, böyle gücü olacaklar kursuna, ama biri ister istiklal tapsın, o ister orada istiklal. Bu imkansızdır. Şəraiti, hər halda şəraiti ki gəlir, məsələn, inqilab şəraitində ki, gəldi əldən veririk. Əgər onda bugünkü milli güc olsaydı, bugünkü milli düşüncə və səthi olsaydı, şəriət mədarı onda əgər, məsələn deyirəm, bugünkü gündə, yəni indi Ayətullah Şərifində Allah rəhmət eləsin, mənim çox hörmət qoyduğum bir şəxsiyyətdir. Amma o məqsədə əgər Hizb-i Xalq-ı Müsəlman İran yerinə, Hizb-i Xalq-ı Müsəlmanı Azərbaycan qoyub istiqlala təkid eləsəydi, o gün millət ala bilərdi. Amma Çün ona təkid eləmədi, getdi, tolandı. Çünki onda hakimiyyət yoxdur. O gün hakimiyyət yoxdur. Məsələn, istiqlal mövzusu hüquq cəhətindən, hüquq. Siz buna əhəmiyyət vermirsiniz, fikriniz o bir şey olmayacaq. Hüquq cəhətindən qeyri-mümkündür. Ta Azərbaycan federal dövlət qurulmayıb, mərziləri bəlli olmayıb, bir məclisi olmayıb, qanun əsasında bir şey yerləşdirməyib, istiqlal sözü fəqət bir fantasi şüardır. Mən bunu həqiqətən hər kəsin düşünməyə Cənab Şabili, o zaman ki bir məmləkətdə inqilab olur, məsələn 57 inqilabında, orada məmləkət dağılır, daha dövlət yoxdur. Məmləkət dağılıbdır, ona bir nümunə varız dedik bir məmləkət dağılmaması. Nümunəsi İran'da, İran dağıldı. İrandan qabaq belə bir hadisə olub ki, bir məmləkətdə hüquqi dəstək olmadan bir millət oradan ayrılıb. Nümunə verin bizə. Bir nümunə tapın tarixi siyasətdə. Mən indi onu zehnimdə hissat yoxdur sizə. Yoxdur, tamam. Amma tapa bilirəm. Zehniniz yox, gələn bərnaməyə qədər bir gün vaxtımız var. Siz edin axtarın, bir daha dövlət, bir daha dövlət, hüquqi dəstək olmasa ayrılma imkanı var. Sizi indi, mən hər halda bu icazə buyurun 4 dənə sualı soruşaq. Bu günü qutaraq. Siz gedin, tabaqlar. Tamam. Siz
Bu zamandakı Əgər İran qatışıb teorik ordusu qalmadı. suallardır, əgər teorik suallardır uzun sürəcək, qalsın Yok sabah. yok uzun olmaz kısa. Siz kısa geçseniz kısa olacaktı. Tamam. Siz o zaman ki her şey katışıp birbirine demokratik devlet ve sistem kurmayı necə baxırsınız o zaman ha? Demokrat gücləri, yəni qeyri-farz xalqların güclərinin bir araya gəlməsi, müttəhid olması, sıfır ixtilafla meydanda olması, mərkəz demokratların yanında olması, təbliğ edib gələcək məclisdə əksəriyyəti təşkil verməyə fəaliyyət etmədə görürəm. Gələcək məclis, İran məclisində biz əksəriyyəti, yəni 51% əldə etməyə çalışmalıyıq. Orada o anayasada bizim federalizmimə, dövlətimizə dəstək, yəni düzəlməsə, qurulmasa və o qanun əsasında ayrılmağa dəstək olmasa, ayrılma məsələsi sıfır. Mən deyirəm, öləcəm, gidəcəm, siz cəvansız qalacaqsınız. Gidəcəksiniz ki, onda deyəcəksiniz, bu kişi nələr deyirmiş. Yaşa ama inşallah uzun yaşarsınız inşallah. Görərik hamımız beraber. Sizce demokrasi öncə olmalıdır, yoksa milli hakimiyyət? Mən sizə bir söz deyim. Əvvəl bu demokrasinin haqqında qururum ki, İranda qurulan demokrasi vəhşi bir demokrasi olacaqdır. Niyə? Çünki mədəniyyət və demokrasi kültürü yoxdur. Yalnız siyasi güclərin balansı ilə demokrasi siyasi qurulacaqdır. Yəni, savaş gördülər ki, bir-birini öldürən millət məcbur olacaqlar, bir-birini qəbul eləsinlər. İranda vəziyyət budur. Ona görə demokrasi də orada vəhşi demokrasi ilə başlayacaqdır. Yavaş-yavaş gəlişə bilər. O bir. Ondan sonra sualınız buydu ki, nə bir də deyil? Öncəlik demokrasi iləndir, yoxsa hakimiyyət iləndir? Milli Hakimiyyət qurulmadan nə demokrasisi? Demokrasi havada qurulmaz. Hakimiyyət demokrat olmaq lazımdır. Biz eyni zamanda hakimiyyəti qura-qura onun demokrat olmasını, qurmasını hədəfləməliyik. Tamam. Demokrasi tətil ola bilər mi sizin nəzərinizcə? Ya o zamanda, ya hər zaman əmniyyət, o savaşlarda? Demokrasi heç zaman tətil olma, inanılır. Demokrasi tətil olma, yəni qanun əsası tətil olma. Elə bir şey dünyanın heç birində görülmüyor. Qanun əsası olmayacaq ki, o məqtədə qanun əsası yoxdur ki. Hansı məqtədən danışırsınız? O İran rejim gedir, Cumhur İslamı gedir, istəyir bir şey gəlsin. Aha, orada savaşdır. Oranı dövranı böhranı siyasıdır. Siyasi nizamidir. Yok. Orada siz... Böhranı siyasıdır ki, orada savaş ola bilər. Hər zat ola bilər orada. Yaxşı, orada nə dediniz? O dövrəni danışıram da, suallarım o dövrədir ki, bu dövrədə ona deyirəm ki, suallarımın hamısı o dövrə idi da. Misal əvvəldə bugün dedim exaggerate deyirəm. O dövrədə demokratik bir sistem qurmaq ola bilərmi? Hakimiyyət. Böhran siyasıda, yəni bu rejim yıxılıb, o rejim qurulmayıb hələ. Orada bir devlət yoxdur ki, demokrasi olsun. Orada çəkiş-bəkiş gedir ki, siyasi güclərin gücü bəlli olsun, bir seçim olsun. Onda demokrasi tətil ola bilər. Yəni sual budur. Onda o mərhələdə demokrasi tətil ola bilər. Demokrasi yoxdur ki, tətil olsun orada. Orada heç zat yoxdur. Orada böhran siyasi oranın adı. İndi eləyə bilər bir ay olsun, eləyə bilər bir həftə olsun, eləyə bilər 6 ay olsun. Amma orada bir daha bir şey vardı. Yəni mədəni toplumda təlaş budur ki, müxalifət o böhrana yetişəndə bir dənə şəxsiyyət seçsin ki, o şəxsiyyət olsun nüfuz vəziri müvəkkət ki, dövlət idarə şeyləri, mərdumun müşkilatını idarə eləsin. Fəqət bir vizarətxanada o müvəkkət vəzir o aşamada bir müvəkkət nüfuz vəziri intixab olar. O nüfuz vəziri intixab olar ki, gələcək siyasətdə qarışmasın. Yəni seçərlər, deyirlər, sən o vəzir ol, amma siyasətə də bundan sonra qarışmayacaqsın. Çünki orada ona təbliğ olur da, o tanınır İran məmləkətdə. Orada onun işi olacaq. Vizarətxanalar normal işlərini görsünlər, amma bir vizarətxana məmləkəti seçimə tərəf aparsın. Vizarət keçmələr bir seçim hazırlasın. Bu parti yeni seçim. O adam ki vəzir olur, o həm İranın və həm dünyada tanınmış şəxsiyyət, yəni o ola bilər. İndi olsa, indi bu saat olsaydı o Şirin İbadə olacaqdı. İndi Şirin İbadədən sonra bu xanım mənə seçildi və ödül almağa. Bu xanım ikinci xanım. Siz adını deyin. Sutudədir, nədir? Sutudədir, Nəsrəndi. Yox, baba, nə Sutudəsi, o sözlərdir. Azərbaycan Nəsrindir da. Zəncan qızı Nəsrindir, nədir? Hey, Nəsrin. Nəsrin Məhəmmədidir, nədir?
Nərgiz Muhammed idi. Nərgiz Muhammed, Nərgiz. Ya, Nərgiz Muhammed idi, Zəncanlıdır. O Bəli. xanım ki adım çəkdiniz, o Şumallıdır. İndi ən tanınmış şəxsiyyət, əlbəttə o biraz gələk zindandan işə biraz praksis edir, falan edir, təcrübə qazanır falan. Əgərsə hadisə olsa, o ən üstün rolu oynayacaq o müvəqqəti dövlətdə. Çünki etibar canlısı var və dövlətlər onun nüfuz vəzir olmasını qəbul edərlər. Tamam. O nə edəcək? Ölkəni aparacaq seçimə. Kim müəssis məclisin seçiminə. O mərhələdə Can Şamili, qısa iki dənə də sualım vardı, amma bir dənə də axirdə deyəcəyim, onu gedərsiniz sabaha vəhdilər. Hangi şərtlərdə və durumlarda indi siz mütəqəssisiniz ki, demokrasi olmayacaq, yəni tətil olacaq da o mərhələdə. Yox, baxın, bura çox həssas mövzudur danışırıq. Bura çox mühüm mövzudur danışırıq. Çünki insanlar siyasət üzrə ki, sənin biraz təcəssümü eynin olmaq lazımdır ki, nələr ola bilər. O təcəssümü olmayan insanlar biraz bu məsələ, bu mərhələlərə, bu məsələ, yəni həzm eləmədə biraz çətinlik çəkirlər ki, nə cür düşünsünlər. Biraz mövzu təcəssüm eləmək lazım. Bura həssas mövzudur bu mərhələ ki, danışırıq. Nə olacaq? Tarixi siyasi nə deyir? İranın kökləri nə deyir? Praksis nə deyir? Dünya dövlətləri nə deyir? Və orada nə olacaq o 5-6 ayda, o 2-3 ayda, yəni dövlət müvəqqət deyirlər orada, dövlət müvəqqət. O dövlət müvəqqəti nə cür seçiləcəkdir? Nə olacaq? Onlar bir şeylərdə ki, qoyun gələn dəvə danışıq olan mühüm şeylərdir. Tamam. İndi sizə görə demokrasi sistemdir, yoxsa dövlətdir, yoxsa düşüncədir, yoxsa yaşam tərzidir, yoxsa idarə yol yöntəmidir? Demokrasi nədir? Demokrasi siyasi bir sistemdir ki, orada xalqın qatılımı və səsi ilə nümayəndələrin hazırdır ki, bir siyasi sistem qursun ki, orada bir tərəfi qanun yazar, bir tərəfi məmləkəti idarə eləyər, bir tərəfi hüquq, nə mələdir bunu? Qanun icrasına nizarət edər. Hakimi qəzayəni təmin edər deyə bir sistem qurulur. Eyni halda demokrasi adın çəkdiyim dəyərlərə görə bir yaşam tərzidir deyə düşünmək olar. Tamam. İndi bu sorunu soruram, fəqət düşünək, sabahki sözümüzü buradan başlarıq. Əlbəttə, bu bəhsimiz ayrı yerə gedəcəkdir, ayrı yerdən başlayaq. Amma bu sorunu üçün vaxtınız yoxdur. Nədən o zaman biz, o zaman ki 6 ay, o 1 il iki millətlər bir çəkiş-bəkişdə olacaq, buhran siyasi, nədən orada milli dövlətimizi qurmayaq? Bu soruya cavab... Qəşəng sualdır, cavab vermirəm buna. Bu üçün bu interesant bir sualdır bu. Çox mühüm bir sualdır ki, biz bunu əgər dəqiq bu suala düşünməsək, kökündən qaybedərik, itirərik haqqımızı. Yəni ona sabahları oturanda düşünərik. Sabahları yenə də sizin vaxtınla 7, Təbriz vaxtı ilə 9-da huzurunuzda olacaq dostlar. Çox sağ olun, var olun.